Mənim atam 20 nömrəli məktəbdə oxuyub. Mən özüm də 20 nömrəli məktəbdə oxumuşam. İndi də hal-hazırda Allah sünküləri saxlasın, mənim oğlum həmən bu 20 nömrəli məktəbdə oxuyur. Bu 20 nömrəli məktəbin həmişə belə bir yaxşı bir dənə adət-ənənəsi olub. Yəni irəlidə olan şagirdlərin, hansısa bir nailiyyətlər qazanmış şagirdlərin Sovet zamanı şəkillərini bu Daska Paçota adlanan bir yerdə vurardılar. İndi də zamanı dəyişib, həmən o Daska Paçota funksiyonalını tam şəkildə Instagram səhifəsi təmin edir. Mənim də oğlum, Allah saxlamış, 28 may günü ölkə, yəni ki, respublikamızın müstəqilliyinə həsr olunan Qobustan şəhərində keçirilən ölkənin taekvondo üzrə, yəni Koreya mənşəli bir döyüş növü var da, taekvondo. Taekvondo üzrə çempionatda birinci yer tutub, qızıl medal alıb. Həmçində onu vurğulamaq istəyirəm ki, baxmayaraq ki, mənim oğlumun cəmi 8 yaşı var, bir də vurğulayıram ki, Allah cəmi babalarımızı saxlasın, artıq bu onun həyatında 3-cü medalıdır. Yəni 2 il bundan qabaq da bir dənə qızıl medal artıq qazanmışdı, hələ bir dənə də bürünc var idi. Məncə 8 yaş üçün pis dögür, düzdür? İndi gələk əsas məsələyə. Nə üçünsə, bax bu məktəbin rəhbərliyi mənim oğlumun adını həmən o Instagramda dərc eləmək istəmir. Yəni oğlumun müəlliməsi müraciət eləyib buranın baş müəlliminə, zavuçuna. Zavuç da deyib ki, o belə də bir önəmli bir yarış deyil. İndi mən buradan üst tuturam həm zavuça, həm də buranın direktoruna. Yəni Respublika müstəqilliyi günü sizin üçün önəmli deyil. Yəni siz bilirsiniz ki, ölkədə Taekwondo Federasiyasının, yəni ki, nəzrində 92 idman klubu var. Yəni qoy o 92 idman klubun hamısı yox, bir 50'si həmən o yarışda öz şagirdlərini, yəni ki, çıxartıb irəli, çıxartıb yarışa. Mənim oğlum həmən yarışda qızıl medal qazanıb. Süzdər, yəni bu cür cavanlara, yəni stimul vermək əvəzinə, motivasiya vermək əvəzinə, əksinə demotivasiya eləyirsiniz. Siz bunu bilirsiniz. Yəni siz ikili standartlar istifadə edirsiniz. Çünki mən sizin həmən o Instagram səhifənizi izlədim. Baxdım, gördüm ki, daha orada nələr yoxdur. Məsələn, Moldovanın səfirinin oğlu durub mahnı oxuyur, onu oraya vurmuşsunuz. Düzdür? Amma mənim oğlumun, yəni 8 yaşında 3 dənə medalı artıq olmağı bu önəmli deyil, bu kifayət deyil, hə? Deyirəm sizə ki, yəni bilmiyorsunuzsa xəbəriniz olsun da ki, taekwondo idman növü ümumiyyətlə Olimpiya idman növü sayılır. Başa düşürsünüz? Yəni ölkəmizdə də taekwondodan uzun müddətdir ki, belə güclü bir necə nəticələrimiz yoxdur. İndi bax mənim oğlum kimlər indi mən inanıram ki, var, düşüblər qabağa, canlarını qoyurlar, zəhmətlərini qoyurlar. Sizin kimilərdən bir motivasiya istəyirlər, sizin kimilərdən dəstək istəyirlər. Birinci dəstəyi uşaq hardan alar? Öz məktəbindən alar da. Siz də yəni bax bu cürünə hərəkət edirsiniz. Sizcə bu düzgündür? Deyirəm, bəlkə mənə qəzəblisiniz. Mən bir-iki də sizin bir-iki dənə burada əyiblərinizi çəkmişəm. Yadınızda da çəkiliş apardım ki, sizin bax bu məktəbdə demək olar ki, bütün qəza çıxışları bağlı, qapalı vəziyyətdədir. Sözdəki hələ dərs zamanında siz demək olar ki, bütün qapıları bağlayırsınız, artıq ancaq birini saxlayırsınız. Bir dəfə də başınız çəkdi ya bundan. Yadınızdadır 8 fevralda ikinci növbə zamanı burada işıqlar söndü. Yadınıza gəlir, dafq oldu, müəyyən adamlar xəsarət aldılar. Hələ bu bəzi məsələlər çoxsu üzə çıxmadı. Ondan sonra mən bir dənə də video çəkiliş etdim. Dedim ki, gələ-gələ belə bir hadisə baş verəydi ki, siz neysə oyanaydınız. Ha? Yadınızdadır yoxsa yox? Yəni siz dörsüz, bura 65 plus o security'ləri yığmışdınız. Hansı ki minimal əmək haqqına gəlir, hansının ki heç xəbəri yoxdur fövqəladə hallarda. Burada necə hərəkət eləsinlər, cəmaatı necə evakuasiya eləsinlər. Sonra baxdım, gördüm artıq dəyişdiniz o mühafizəçiləri. Ya ola bilər qismən mən gördüm. Yəni məni eşitməyini eşitdiniz. Düzdür, hə?
Sonra mənim oğlum mənə dedi ki, siz burada artıq başlamısınız həftədə bir dəfə uşaqlar üçün nəsə dərs keçməyə ki, fövqəladə hallarda özlərini necə aparmalıdırlar. Halbuki yenə deyəsən həmin məsələ dayandı, stupurlandı. Siz gərək uşaqlara burada öyrədəsiniz ki, toplantı məntəqəsi nədir, həftədə bir dəfə gərək necə deyərlər, süni də olsa o trevoqa, həyəcan siqnalı verəsiniz ki, uşaqlar bilsinlər buradan necə çıxmalıdırlar. Hamı eləyirsiniz? Yox. Mən bir dənə də çəkiliş etmişdim. Günün düz vaxtında sizin o bir dənə darvazavuz düşdü bir dənə kişinin təpəsinə. Deyirəm, Allah o kişinin üzünə baxdı ki, o kişiyə heç nə olmadı. Deyirəm, bəlkə bunların nəticəsində siz mənim uşağımı gözüm çıxdıya salmısınız. Hə? Buradan da necə deyərlər, fürsətdən istifadə edərkən buradakı oxuyanlara, hamısına, kimlər ki mənə tanıdı, demək istəyirəm ki, ay köhnələr, getdi o vaxtlar, o zamanlar, haçan ki burada müəllimlər var idi, o kişi müəllimlər, kişi simalı müəllimlər, yadınızdadır, Leonid Mixayloviç Şurlar, Aydın müəllim Babayevlər, İsfəndiyar Zeynalovlar, hə? Getdi, təəssüflər olsun, getdi o vaxtlar. Qəlbdən qəlbə 20 nömrəli məktəbin haçansa Çornipoli adlanan bir yerindən.